ABŞ-ın vitse-prezidenti J.D. Vance'in fevralın 10-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti J.D. Vance ilə əvvəlcə məhdud, daha sonra isə geniş tərkibdə görüşü keçirilib. J.D. Vance sülh gündəliyinin irəli aparılmasında prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın xüsusi roluna toxundu. J.D. Vance Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı. Söhbət zamanı Trip nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.